Qol altı qaralma, tərdən gələn pis qoxu. Niyə qol altı qaralma dedim? Çünki xanımların ən çox kompleks etdiyi şeylərdən biri də qol altının qaralmasıdır. Və bunun da əksər hallarda səbəbi günümüzdə istifadə etdiyimiz antiperspirantlardır. Çünki bu antiperspirantların 80%'nin tərkibində alüminium var və istifadə etdiyiniz zaman başda qol altı qaralma olmaqla süd vəzisinin xərçəngi, qol altı limfa vəzlərinin şişməsi kimi ciddi bir problemlərə gətirib çıxardır. Yaxşı, indi deyəsiniz ki, bəs nə istifadə eləyək ki, həm təri, həm tərdən gələn qoxunu önləsin, həm də qol altı qaralma kimi ciddi bir problemlərə gətirib çıxartmasın. Onu göstərəcəm sizə, amma əvvəlcə ekrandakı ürəyi qızardın və məni takip etməyi unutmayın ki, videolarımdan faydalanıla biləsiniz. Deməli, bura nə yazılıb? Terason. Terason spreyinin ən üstün özəlliklərindən biri də tərkibində alüminiumun olmamasıdır. İstifadəsi həm uşaqlarda, həm də böyüklərdə mümkündür. İstifadə etdiyiniz zaman əldə, ayaqda, qol altında sizin kompleks eləyə biləcək və yaxud narahat eləyə biləcək bədənin bütün hissələrində rahatlıqla istifadə eləyə bilərsiniz. İstifadə etdiyiniz zaman təri və qoxunu tamamilə önləyir. Ölkənin bütün apteklərində satışı mövcuddur. Qarşıdan yay gəlir, tər və qoxu ciddi bir kompleksə çevriləcək. Mən özüm də antiperspirant olaraq Terasondan rahatlıqla istifadə edirəm və faydasını da görmüşəm. Sizə də kəsinliklə tövsiyə edirəm. Terason.